dərin suların öldürə bilmədiyi ümid. Heç kəsin məhəbbəti öz canını dostları uğrunda qurban verən kəsin məhəbbətindən üstün deyil. Siz belə bir məhəbbəti yaşamısınızmı? Mən belə bir məhəbbəti anlaya bilmirdim. Ta ki 2023-cü il mayın 25-i gələnə qədər. O gün axşam saat 10 radələrində bir mesaj gəldi. Xahiş edirəm, dua edin. İbrahimgil olan kənddə sel olub. Onların olduğu ərazini su aparıb. Dua etdim. Amma içimdə belə düşündüm. İbrahim güclüdür. Sel ona heç nə etməz. İbrahim kim idi? Anası 20 ildən artıq Allaha xidmət edən, ailəsinin gözünün ağı qarası olan 22 yaşlı bir gənc. Universiteti bitirmişdi. Əskərlikdən yeni qayıtmışdı. Hamı onun toyunu səbirsizliklə gözləyirdi. Amma heç kim bu sonu gözləmirdi. Səhər saat 9 radələrində gələn zəng bəlkə də həyatımda eşitdiyim ən ağır xəbər idi. İbrahimin cansız bədəni tapılıb. Həmin gün o babası kimi sevdiyi bir insanla görüşə getmişdi. Babası içəridə danışıq aparırdı. İbrahim isə maşının yanında gözləyirdi. Saatlar keçdi. Birdən su anbarı partladı. Dəhşətli sel başladı. Sel iri texnikanı sürükləyib gətirdi və su istiqamətini dəyişdi. Və o su birbaşa onların olduğu yerə axdı. İbrahim babasını xilas etmək üçün suya girdi. Bəlkə hamımız kimi o da düşündü, mən güclüyəm. Amma o sel cəmi 15 dəqiqə ərzində insanı kilometrlərlə sürükləyəcək qədər güclü idi. Son ana qədər buraxılmayan bir əl və son anda geri dönüb deyilən bir sağ ol. Bu idi sevgi. Ölüm bahasına olsa belə sadiq qalmağı seçən sevgi. Suların söndürə bilmədiyi ümid. O gün bir həyat sona çatdı. Amma yüzlərlə insan həqiqətlə tanış oldu. Bu sözlər sanki onun həyatı ilə səsləşdi. Böyük həvəslə gözləyir və ümid varam ki, heç bir vəziyyətdə utandırılmayacağam. Yaşasam da, ölsəm də, indi də bədənimdə Məsihin ucalması üçün cəsarət göstərəcəyəm. Çünki mənim üçün yaşamaq Məsihdir, ölmək isə qazancdır. Bəli, o utandırılmadı. Ölümü ilə Rəbbə izzət gətirdi. Məhəbbəti ilə Allah sevgisinin nə qədər ülvi və təmiz olduğunu göstərdi. Bəlkə də bu şəhadət gənc yaşda solan bir ömrün insanlığa son səsidir. Sevməkdən əsla imtina etməyin. Bir-birinizi Allahın sizi sevib sizin uğrunuzda ən dəyərli olanı verdiyi kimi sevin.